Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə rəsmi nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə brifinq zamanı bildirib ki, Azərbaycan 2026-cı ildə Ermənistanla sülh prosesinə nikbin yanaşır. Bu barədə The Brussels Times məlumat verib və bildirib ki, ümumiyyətlə brifinqin əhəmiyyətli hissəsi məhz Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunmuşdur və Prezidentin rəsmi nümayəndəsi bildirib ki, əgər proses bu dinamika 2025-ci ildə olan dinamika belə davam etsin. Ümumiyyətlə 2025-ci olan dinamika 2026-cı ildə də tərəqqi üçün real əsas yaradır. Bilirsiniz ki, indi müsbət dinamika üzrə inkişaf edir münasibətlər iki ölkə arasında və İlkin Əmirbəyov bildirib ki, indiki məqamda iki ölkə yavaş, amma doğru istiqamət üzrə hərəkət etməlidir və bu kontekstdə İrlandiya nümunəsini çəkib, Şimali İrlandiya nümunəsini çəkib və bildirib ki, burada ardıcıllıq və etimadın tədricə bərpası xüsusilə önəmlidir və qeyd olunur ki, 2025-ci il ümumiyyətlə iki tərəfli münasibətlərdə dönüş nöqtəsi hesab olunur. Çünki bilirsiniz ki, bu vaxta qədər yəni Azərbaycan, Ermənistan müstəqilliyi əldə edəndən sonra bu vaxta qədər belə münasibətlər olmayıb ölkələr arasında. Bu səbəbdən 2025-ci il dönüş nöqtəsi hesab olunur və qeyd edilir ki, əgər bu proses bu tempdə davam etsə, 2026-cı ildə də real tərəqqi əldə oluna bilər. Bilirsiniz ki, sülh olsun. Bəli, bilirsiniz ki... Və ümumiyyətlə, qeyd elədin İrlandiya nümunəsi. Qısa bir xatırlatma istədim, yadıma saldı bu xəbərin. Ümumiyyətlə, bu İrlandiya nümunəsi əslində çox yerinə düşən bir nümunədir və bunun bir tarixinə baxanda 1998-ci ildə Böyük Britaniya, Şimali İrlandiya və İrlandiya siyasi partiyaları arasında belə deyə bir razılıq əldə olunur və bu Good Friday Agreement, yəni yaxşı cümə razılaşması kimi tarixə düşdü və onun müxtəlif müddəaları var. Amma ən əsas müddəalarından biri etimadın və güvənin bərpasıdır və Elçin Əmirbəyov mənə elə gəlir ki, daha çox ona, belə deyək, fokuslanaraq həmin bu müqaviləni bir daha xatırladı və mən düşünürəm ki, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında artıq görünən də odur ki, iqtisadi baxımdan bir çox irəliləyişlər əldə olunacaq, amma bu etimadın və güvənin bərpası bir qədər daha çox vaxt aparacaq. Çünki bəlli məsələdir ki, xüsusilə Azərbaycan tərəfdən Ermənistana yenidən güvən, belə deyək, güvənmək və etimad bəsləmək bir qədər vaxt aparan məsələ olacaq deyə düşünürəm. Bəli, bilirsiniz ki, ümumiyyətlə iki tərəfli münasibətlərin davamında əsas rollardan biri də Zəngəzur dəhlizi oynayır. Bu dəhlizin açılması, işə başlaması və Nikol Paşinyanın bununla bağlı açıqlaması olub. Ermənistan baş naziri bildirib ki, artıq 2026-cı ildə proses başlayacaq. Sırf Ermənistan tərəfində Zəngəzur dəhlizinin tikintisi məsələsi və bundan sonra artıq bu istiqamətdə yönələcək bütün Ermənistanın fəaliyyəti və baş nazir bildirib ki, hazırda TRIP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinə dair Birləşmiş Ştatlarla hər tərəfli danışıqlar gedir və ümumiyyətlə bu TRIP kompani dəmir yolu, avtomobil magistralları, neft və qaz kəmərləri, eləcə də fiber optik kabel infrastrukturunun inkişafına səlahiyyətli olan bir şirkət olacaq və yaxın günlərdə, daha doğrusu yaxın aylarda bu proses artıq başlayacaq. Eyni zamanda bilirsiniz ki, iki ölkə arasında artıq ötən müddətdən, ötən ildən başlayaraq demarkasiya prosesi də başlayıb və Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələyə toxunub və bildirib ki, yaxın aylarda demarkasiya prosesinin davamı gələcək. Bilirsiniz ki, bu proses dayanmayıb. Kiçik bir hissə artıq demarkasiya olunub ölkələr arasında, amma bu hələ tam deyil. Tam demarkasiya olması üçün çox böyük bir zamana ehtiyac var hər iki tərəfdən. Amma Simonyanın bildirdiyinə görə növbəti ilin ilk rübündə artıq növbəti mərhələ olacaq. Amma konkret hansı ərazidə olacaq bu demarkasiya prosesi spiker açıqlamayıb. Yeri gəlmişkən qeyd eləmək istəyirəm ki, Birləşmiş Ştatlarda konqresmen Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvinə dair qanun layihəsini təqdim edib. Bilirsiniz ki, 907-ci düzəliş, daha doğrusu Birləşmiş Ştatların azadlığa dəstək qanununa dəyişikliyidir. Həmin vaxt Birləşmiş Ştatlardan ümumiyyətlə Azərbaycana gələn dövlət dəstəyinin dayandırılması ilə bağlıdır. Bunu o vaxtı Birləşmiş Ştatlar Konqresi onunla əsaslandırmışdı ki, Ermənistanla müharibə dövründə güya Azərbaycan Ermənistanı blokadaya salıb. Məsələn, bu səbəbdən uzun illər boyu biz qərəzli bir münasibət görürdük Birləşmiş Ştatlardan müxtəlif dövrlərdə bəzi
ölkə, bəzi prezidentlər daha doğrusu Birləşmiş Ştatlarda bu düzəlişin fəaliyyətini dayandırsalar da, daha sonra Biden-Blinken cütlüyü yenidən bu 9-7-ci düzəlişi Azərbaycana qarşı təzyiq vasitəsi kimi deməli istifadə edib, amma qeyd eləmək lazımdır ki, Birləşmiş Ştatlara Donald Trump gəldikdən sonra, ikinci kadensiyasından sonra bu ilin avqust ayında bu 9-7-ci düzəlişin müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalayıb. İndi isə bəzi konqresmenlər bu düzəlişin ümumiyyətlə ləğvinə dair layihəni təqdim ediblər. Mən elə bölgə ilə, Cənubi Qafqaz bölgəsi ilə davam eləmək istəyirəm bizim xəbərlərimizə. Gürcüstanın baş naziri İrakli Qobaxidze yenidən Avropa İttifaqından narazılığını bildirib və bildirib ki, hazırda qurumda ikili standartlar önə çıxıb və özünü aktiv şəkildə biruzə verir. Bunu onunla əsaslandırıb Qobaxidze ki, Avropa İttifaqı son vaxtlar ümumiyyətlə Gürcüstanın daxili işlərinə qarışır. Baxmayaraq ki, Avropa İttifaqının özü öz işlərinə qarışılmasını sevmir, amma bununla yanaşı Gürcüstanın daxili işinə qarışır və bu səbəbdən İrakli Qobaxidze ümid eləyir ki, Avropa İttifaqının bu ikili standartlara dair yanaşması, sırf Gürcüstana yanaşması dəyişəcək. Çünki bu siyasi kursun özü Avropa İttifaqının özünə xələl gətirir. Qobaxidze məhz belə hesab edir. Mən qeyd eləmək istəyirəm ki, elə Avropa İttifaqının özündə bəzi məsələlərə dair danışıqlar aparılacaq. Bu məsələlərdən biri də Ukraynanın təşkilata daxil olma perspektivləri ilə bağlıdır. Yaxın günlərdə, dekabrın 11-də elə yaxın saatlarda, belə desək, daha düzgün olar, Lvovda Avropa İttifaqının Xarici İşlər Nazirləri Ukraynanın quruma daxil olma perspektivlərini müzakirə eləyəcəklər. Bu, deməli, iclasda Avropa komissarı, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun da iştirak eləyəcəyi gözlənilir və qeyd olunur ki, hazırda hər şey Ukraynanın özündən asılıdır, müəyyən islahatlar aparılmalıdır ki, Ukrayna yaxın gələcəkdə Avropa İttifaqının bir üzvü olsun. Amma Avropa İttifaqının rəsmiləri qeyd edirlər ki, hazırda Ukrayna ümumiyyətlə hüququn aliliyi, dövlət idarəçiliyi və demokratik institutların fəaliyyəti üzrə yol xəritəsini qəbul edib ümumilikdə. Davam istəyirəm Avropa İttifaqı ilə. Bilirsiniz ki, bütün bu proseslər, ümumiyyətlə Ukraynanın qəbul edilməsi, digər addımlar ümumiyyətlə Rusiya əleyhinə edilir bir növ. Ukraynaya dəstək olsa da Rusiya təzyiq, Ukraynaya dəstək deyil. Bəli, Ukraynaya dəstək və Rusiya təzyiqin növbəti addımı kimi 2027-ci ilə qədər Avropa İttifaqı Rusiya qazından imtina etməyə planlaşdırır. Bilirsiniz, bununla bağlı bir neçə dəfə bəyanat yayıblar Avropa İttifaqının rəsmiləri, amma qeyd edilir ki, 2026-cı ilin sonuna da, yəni növbəti ilin sonuna da Rusiyadan maliyyələşdirilmiş təbii qazın idxalını dayandırmaq niyyətindədirlər. 2027-ci ilin sonuna qədər isə artıq boru kəməri vasitəsilə gələn qazdan imtina etməyi planlaşdırır Avropa ölkələri. Bu prosesdə ən çox zərər görən ölkələrdən biri Macarıstandır, biri Slovakiyadır. Bir neçə gün bundan öncə Macarıstanın Xarici İşlər və Xarici Ticarət Naziri Peter Siarto Facebookda yazmışdı bununla bağlı və qeyd eləmişdi ki, ümumiyyətlə Avropa İttifaqının bu kursu qəbul edilməzdir. Çünki bu Macarıstanda və Slovakiyada enerji böhranını gətirib çıxara bilər, ümumiyyətlə yanacağa, enerjiyə qiymətlərin kəskin şəkildə artmasına gətirib çıxara bilər. Bu səbəbdən bir növ vahid kurs yoxdur hazırda bu istiqamətdə, amma görünən odur ki, Avropa İttifaqının əksər ölkələri bu kursu dəstəkləyirlər. Qeyd eləmək lazımdır ki, ümumiyyətlə bu kurs, bu planın təsdiqlənməsi üçün əvvəlcə indiki qanuna görə Avropa İttifaqının nazirləri, bütün nazirləri, daha sonra isə Avropa Parlamenti qəbul etməlidir bu qanunu, bu qərarı. Hər halda Avropa İttifaqı belə bir qərar qəbul edibsə, demək ki, bir çıxış yolu da var. Çünki artıq qış ayları, düzdür, 2026-cı
2026-cı ildə başlayacaqlar belə çıxır imtina etməyə. Amma hər bir halda qış ayıdır və qış ayında qazdan imtina etmək, əsas belə deyək, qaz tədarükçüsündən imtina etmək nə qədər məntiqlidir, onu artıq zaman göstərəcək. Amma hər bir halda Avropa İttifaqının yəqin ki bir planı var. Maraqlıdır ki, enerji tərəfdaşı kimi daha doğrusu hansı ölkələri görür? Yəni İzləyək görək proseslər nə göstərir? Böyük ehtimal ki, bu Birləşmiş Ştatlar olacaq. Çünki son vaxtlarda biz görürük ki, Birləşmiş Ştatlar məhz aktiv şəkildə bununla bağlı bəyanat yayır və qeyd edir ki, Avropa İttifaqının ölkələri, ümumiyyətlə Avropa ölkələri Rusiya qazından imtina etməlidir. Çünki Birləşmiş Ştatların özündə kifayət qədər qaz var, maliyyələşdirilmiş qaz var. Buradan bura yaxın ölkədən qazdan imtina edib o boyda uzaq sahillərdən qaz çəkəcəklər, belə çıxır. Ən azından Birləşmiş Ştatlarda düşünürlər ki, bu daha perspektivlidir. Ən azından Rusiyaya təzyiq aləti kimi. Qaldı ki, Rusiya qazından imtinaya qeyd eləmək istəyirəm ki, 2022-ci ildən bu proses artıq aktiv şəkildə başlayıb, müharibə başlayanlar. Ziyanının da yəqin ki, Macarıstan və o kimi dövlətlər gördüyünə görə ən çox səs çıxardan da eləməsi onlardır. Bəli, əgər müharibə başlamazdan əvvəl Avropa İttifaqının istifadə etdiyi mavi yanacağın 45%-i Rusiyadan ixal olunurdusa, 2025-ci ilin oktyabrında bu rəqəm artıq 12%-ə qədər endirilib. Aydındır. Son olaraq da mən bir xəbəri də çatdırmaq istəyirəm. Ukraynaya dəstək olaraq Polşa Ukraynaya MiG-29 təyyarələri, qırıcıları verməyə planlaşdırır yaxın müddətdə. Qeyd eləmək istəyirəm ki, MiG-29 Rusiya istehsalı təyyarələrdir. Vaxtilə Polşaya gəlib, indi isə Polşa onları Ukraynaya ötürmək istəyir. Ukraynaya dəstək məqsədi ilə və son olaraq hələ ki qərar qəbul edilməyib, amma hazırda Ukrayna tərəfi ilə bu danışıqlar aparılır. Məndən isə hələlik bu saatlıq bu qədər. Növbəti efirimizdə isə biz daha dolğun və daha maraqlı məlumatlarla gələcəyimizi yenidən vəd edirik. Sağ olun. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Növbəti buraxılışda görüşənədək. Sağ olun, salamat qalın.